Salam, hər vaxtınız xeyir olsun dəyərli kanal izləyicilərimiz. Bugün bir DSK yolunda 10-cu mikrorayon adlanan bir yerdə gördüyünüz kimi belə bir 3 otaq, 6 qarajlı, tam dolu veşlə evimiz çıxdı satışa dəyərli izləyicilərimiz. İstəyən adam bax gördüyünüz kimi rahatlıqla 2-3 maşın sərbəst daxil ola bilir. Evimizin sağı solu hamısı mağazindir, asfaltlı küçələrdir dəyərli izləyicilərimiz. Evimizin sənədi bələdiyyə sənədidir, qazı, suyu, işığı, kanalizasiya sistemi hamısı mövcuddur, var. Dövlətin xəttidir, internet xəttinə kimi var dəyərli izləyicilərimiz. Gördüyünüz kimi buradan daxil olacağım evimizin birinci mərtəbəsinin zirzəmisini sizlərə tanış eləyəcəm. Yəni istəyən adam lazım olsa, bax buradan əlavə otaqları düzəldib addelli kirayəyə bax buradan verə bilər. Oranı bağlayar, addelli kiraya vermək mümkündür. Gördüğünüz kimi bax bura evimizin garajıdır. Oradan da qapı açmaq mümkündür. Burası evimizin zirzəmisidir. Yəni istəyən adam buranı kirayəyə verə bilər, remont edib kirayəyə verə bilər. Evimizin hər bir tərəfi küçədir, asfaltlı küçələrdir. İndi oradan sizlərə evimizin həyətyanı sahəsini göstərirəm, təqdim edirəm dəyərli müştərilərimiz. Evimizin qiymətini öncədən qeyd edeyim, 110 min manat dolu veşlə. Evdən heç nə, bir dənə soyuducudan başqa heç nə çıxmayacaq. Nə görürsünüz, evdə hamısı qalacaq dəyərli izləyicilərimiz. Bax buradan isə təqdim edəcəm sizi evimizin məhəllələsindən. Gördüyünüz kimi ora marketlərdir. Bax bir market buradadır, bir market oradadır. O gördüyünüz binaların asfaltlı küçədir, düz yanıdır. Buradan daxil oluram evimizin belə bir dəhlizi ilə sizlərə tanış edəcəm. Bax bura evimizin dəhlizidir dəyərli izləyicilərimiz. Evdən heç nə çıxmayacaq. Gördüğünüz kimi bura evimizin qonaq otağıdır. Nə görürsünüz dəyərli izləyicilərimiz? Divan, stol, ustul, televizor, hər şey qalacaq. Qoşadaşdır, kürsüdür, səliqəli bir evdir. Baxarkən abunə olun ki, yeni çıxan evlərdən xəbərdar olasınız. Sizin də satışda əmlakınız varsa, bizlərə müraciət edin, əmlakınızın satışına kömək edin. Evimizin qiymətini öncədən qeyd eləmişəm, 110 min manat. Evdən heç bir əşya çıxmayacaq. Bir dənə soyuducudan başqa. Burası evimizin gördüyünüz kimi mətbəxlidir, mətbəx mebellər qalacaq. Sənədi belə, evimizin sənədi bələdiyyədir, fərdi yaşayışlı tikinti icazəsi var dəyərli izləyicilər. Bura mətbəxlidir, bir dənə bu soyuducu çıxacaq. Qalan gördüyünüz veş hamısı bax bu şkafa kimi qalacaq gördüyünüz kimi. Burada isə yenə təqdim edəcəm sizə evimizin bir yataq otağıdır, spalin otağıdır. Evimizin qiyməti yenə qeyd edirəm, evdən heç bir əşya çıxmayacaq, 110 min manatdır. Real müştəriyə yüngül ev sahibi tərəfdən endirim olunacaq. Bura isə evimizin bir dənə yataq otağıdır. Gördüyünüz kimi dəyərli izləyicilər, burada bir yataq otağıdır. Qoşadaşdır, raşotkasına kimi var, sənəd, kombi, radiator. Gördüyünüz kimi hamısı var, qalacaq. Çıxmayacaq. Evdən bir dənə soyuducu çıxacaq dəyərli izləyicilərimiz. Gördüyünüz kimi 3 otaqdan ibarətdir. 6 qaraj istəyən adam gələcəyinə evin altın tam təmir edib addelli kirayəyə vermək mümkündür. Bura isə evimizin santar qovşağıdır dəyərli izləyicilərimiz. Bura isə evin santar qovşağıdır. Bütün aksesuarlar var. Gördüyünüz kimi evimiz yenə deyirəm dolu əşya ilə satılır. Evdən heç bir əşya dəyərli izləyicilərimiz çıxmayacaq. Dolu satılır. Evimizin qiymətini qeyd eləmişəm. Sənəd bələdiyyədir. Qaz, su, işıq, internet hamısı sayğacları var. Küçələr asfaltdır, marketlər sağ, solu yaxınlığındadır. Əlavə yenə qeyd edirəm 10-cu mikrorayon. Gördüyünüz kimi binanı təqdim elədim. Məktəb, bağça yenə yaxınlığındadır. Gördüyünüz kimi evdən heç bir əşya çıxmayacaq dəyərli izləyicilər. Bax gördüyünüz kimi yenə qeyd edirəm. Bax o binanı 10-cu mikrorayon adlanır. Küçələr asfaltdır, marketlər sağ, sol hamısı hal-hazırda. Burada isə yenə təqdim edəcəm. Yerləşmə yeri DSK yoludur. 10-cu mikrorayon adlanan yerdədir. Baxarkən abunə olun ki, yeni çıxan evlərdən xəbərdar olasınız. Sizin də satışda torpağınız, obyektiniz, eviniz varsa bizlərə müraciət edin. Satışına kömək eləyək. Sağ olun, sağ olun.